ürəyinə nə gətirdi? Bismillahirrahmanirrahim. Ürəyinə təşmir etdiyim kimi ürəyinə gətirdi ki, deyim ki, salam olsun, salama layiq olanlar. Əslində bir şey deməzlər. Hamı salama layiqdir. Sonra niyə? Elə Peyğəmbər kitab Allah göndərdi, hər kəsi, bütün ümmətlərə o elə salam da, yəni Allah salamatı arzulayırsa, mən də arzulayıram. Salam olsun, hidayətə tabi olanlara. Sonra bu məscidlərdə bir dənə paylaşım edən, deyəsən eləmişdi, bu var. Deyir, bütün stressən, deyir, düz deyirsən, deyir, təkrar demək olmaz. Onlar deyir, məsciddə ələm deyirlər ki, soruşmuşam, deyirlər, Fatimə Zəhranın əlidir bu. Ürəyinə nə gətirdi? Görmən deyir ki, oğraşlıqdır bu, ürəyini siləcəkdən. Gətirdi və sonra sən nə deyirsən? Bu böyük əclaflıqdır. Ələmi Fatimə Zəhranın əli deyir, sonra pul yığmaq, onu cəmaata öpdürmək. Bu böyük bir əclaflıqdır. Sonra bir də minəmişdim. Fatimə Zəhranın əli deyilən o ələmi minəmişdim məsciddə. Əymişdim, ikisini də belə qırmaq istədim, əyildi, ikisini də döymək istədilər. Allah tərəfi döyülmə, amma məsciddə bir də döyülmüşsən. Yaxşı, onu deməlidir. Nəyə döyülmüşəm deyil, yaxşı deyil. Hacı Faiz adında bir adamın, o var, Təzəfir məscidinin baş axımdır. Girdim kabinetinə, o kabineti girməkdən əvvəl bir dənə otaqdan keçirdim. Elə bir molla dedi ki, ayaqqabını çıxar, ayaqqabını da çıxartmadım. Keçdim, keçəndə nə dedim ona? Dedim, o vaxt Elşad Mirənin atasını söylədilər məsciddə. Mən dedim ki, Elşad Mirə yaxşı təbliğ edirdi o vaxt. Amma nə möcüzələri, dinləri, mələkləri təksir edir, o ayələri. Sonra o vaxt yəni deyirdi ki, Quran oxuyub həyatda Quran əsasını yaşamaq üçündür. Yəni belə şeylər başa sardım. Mən də getdim, dedim ki, Hacı Faiz salam verdim. Deyəsən yox, bilmirəm, deyəli bir yox. Hacı Faiz belə stolda ayağa durmuşdu. Belə əvvəldən durmuşdu. Mən girəndə durmadı. Belə iki əlini stola söküb, belə düzülərə baxırdı. Dedi salam, yox. Dedim, nəyə girmişdir, yox. Sonra dedi ki, mən dedim ki, o Elşad Mirənin atasını söyləməkdənsə məsciddə cəmaat yığılır. Nə dedim? Davam deyir. Dedim ki, ondan sonra Cümeyyə surəsi 9-10 nəyi? Cümə günü namaz qılmaq lazımdır dedim. Yəni, o var ya ayə. Təbliğ edeyində. Cümeyyə 9-10. Cümeyyə surəsi 9-10 ayələr. Dedim təbliğ edeyində. Məsəl üçün, sonra onda bir də gördüm mollalar, 2 dənə kişi molla cumdu üstünə, mən bir söz deyirdim. Döydü, vurdular. Sonra mən dedim, Allah'ın qurban oldu. Mələklər elədirsin. Mən çünki maske aldım. Mən belə, yəni mən Elmanı da eləmişdim. Hamıda vaxtı valiyə, hamıda var. Elman danışmadı. Elmandan danışmadı. Sonra öldürüldü sən. Ondan danışmadı. Saçdı. Məsciddə kim demə. Demək, mən belə itələdim onları. İtələyəndə ikisi də belə, buradan 3-4 metrlər getdilər, 3 metrlər. Daldalı verirlər, getdilər, ikisi də yapışlar eyni vaxt divarı. Mən belə qəribə gəldi, çünki mən elə bir gücüm yoxdur, amma 2 dənə kişi getdi ağzına yapışdı divara, mümkün olsun da kişi. Sonra mələk elədi onu, sonra Allah'a qızım, Allah'ın köməkliğine qurtulmaq üçün nə oldu? Mən çıxdım sənə yenə hücum çəkdilər, mən çıxdım, Allah tərəfi addımlarım möhkəm oldu, qaçmadım onlarla. Çıxdım, çöldə təzim cümdülər üstümə. Amma eləyirlər ki, bunu prezident aparatına öldürdüm. Ondan sonra da apardılar məşqdən vermədik. Onları eşindələrdir. Ağzım qanamışdı, vurmuşda dodağım patlamışdı. Nə oldu çöldə? Yenə biri hücum çəkdi, güya mən elə o birisi özünü elə apardı çöldə. Güya mən vurulmuşam, bu da güya mənim əlimdən bunu alır. Əslində vurdular, dişini də alaxladı, at dişini. Ondan sonra çıxardası oldu. Sonra 2 dənə dişini vurdular, atmışdı.
Neyse sonra dodağım partlamıştı. Necəydi? Qan almışdı. Sonra qanı silə-silə getdim. Neyse hara getdim? Tezdən aparatım. Harada dedim. Orada o aparatın öz binası var ya. O, yəni ki o məhdud yeri yox. O binaya çıxa bildim. Orada çıxdım. Necə? Çıxanda orada belə şüşə kimi idi. Şüşənin dalından yəni şüşə idi. Oğlan şüşənin dalından yoxsa yox şüşə və oğlan yəni belə qapıya gireyimlə moldakı kimi qapı o əvvəl var idi. Elə kesim deyildi də. Nəysə. Nə idi yadımdan çıxdı. Fatimə Zəhranın əlini yəni deyib sonra pul yığırlar. Yəni o məsciddə ya Fatimə Zəhranın əli dediklərim o vaxt bilmirdim. Ələmi sındırmışdım. Sonra öyrəndim ki, deyirlər bu məsciddən deyirlər ki, Fatimə Zəhranın əli. O gün də avtobusda gedəndə arvad deyir ki, nə deyirlər? Stresini çıxırır. Beynində dincəlmə gedir. Qoy dincəlir. Arvad deyir ki, avtobusda söhbət edir. Deyir, Fatimə Zəhra, onun dediyi bir qırağın. Deyir, qısal. Deyirlər ki, təsbihlə indi video çəkəndə baxdıq orada. Çəkəndə yox. Çəkməmişdən qabaq. Mələkən dedim, çək videonu. Stresini çıxardır. İndi orada təsbih var. Video var idi internetdə. Təsbih çevirirlər 33-34 dəfə. Allah Əkbər, bunu çəkmişdim. Kim görüb ki, Fatimə Zəhra bəbəs deyirlər ki, vəfat edəndə elə edib. Kim görüb ki, o vəfat edəndə 33 dəfə niyə deməli ki, 34 dəfə niyə Allah Əkbər deməli ki, yalan şey. Sağ olun. Tüm güc qüvvət yalnız Allah'a məxsus.